biz bir şeyi çox yad elədikcə onu sevməyə başlayırıq. Zikir istəkləri idarə eləmə mexanizmidir. Biz elə bir iş görə bilərik ki, axirətə sevgimiz artsın. Heç ürəyimizdən keçir ki, kaş gedib görə bilərdi oraları. Bax, şəhidlər bu işdə zirəngdilər. Bu günlər şəhidlərin günləridir, qəhrəmanlarımızın günləridir. Bu günlərdə mən şəxsən özüm, indi hərə bacardığı qədər bu müqəddəs işimizə xidmət göstərmək istəyir. Biz də əlimizdən gələn qədər buna çalışırıq. O cümlədən də şəhidlərin məclisində iştirak edirik. İnsan təxminən o məclislərdə imamların ziyarətinin qoxusunu hiss eləyir. Kərbəlanın qoxusunu hiss eləyir. Çox gözəl oğlanlar qurban veririk biz. Çox dəyərli. Və şəhidlərin qiyməti həm də nədədir? Bizim yadımıza salırlar unutduğumuz həqiqətləri. Əməli şəkildə. Şəhid ona görə təsirlidir ki, o əməli şəkildə sübut edir ki, dəyər candan keçməyə. Allah da qurban olduğum elə adamları, elə oğulları seçir ki, görürsən ki, bunlar bir gül kimi insanlarmış əhatəmizdə. Hərdən onların bəzisinin özümlə şəklinə baxıram, xəcalət hissi keçirdirəm ki, elə bil ki, özümü biraz etinasız görürəm ona. İstəyirəm ki, indi bilərdim, kəş qucaqlayıb, bağrıma basıb şəkil çəkdirərdim. Düşsən demə, bu böyük məqam sahibi olan insandır. Onlar uğurlu ticarət elədilər. Çox uğurlu ticarət elədilər. Onlar eşitdilər, əməl elədilər. Biz danışdıq, əməl eləmədik. Eşitdilər, əməl elədilər. Başa düşdülər və könüllərindən keçdi ki, bu eşitdiklərimizi gedək bir görək. Bu İmam Hüseynin nə gözəlliyidir, gedin bir gözümlə müşahidə eləyim. İndi ona görə də, məsələn, yuxulara gəlir, deyir ki, çox rahat gəldik, çatdıq İmam Hüseynin yanına, çox sürətlə. Adam baxır, qibdə eləyir onlara. Ki, danışan mən, əməl eləyən bunlar. Onlar çox seçilmiş insanlardır. Mən bir dəfə Kərbəla haqqında demişdim bu sözü ki, İmam Hüseyin əleyhissalam bir paltarı birinə sevdirmək üçün neynəyərlər? Bir gözəl insan seçərlər, onu paltarı ona geyindirib, məsələn, reklam edərlər də ki, gözəl insanın əynində olsun ki, müştərisi çox olsun. Demişdim ki, İmam Hüseyin Kərbəlada gözəl insanları seçdi, şəhadət libasını onların əyninə geyindirdi ki, müştərisi çox olsun. Bugün Qarabağ savaşı da onun növbəti təzahürüdür. Biri-birindən gözəl oğullar, yaşamağa hamıdan çox layiq oğlanlar, oğullar, uğurlu, müvəffəqiyyətli, gözəl də hər baxımdan seçilmiş oğullar o şəhadət libasını əyinlərinə geyinməklə bizi düşündürür ki, torpaq uğrunda canından keçməyə dəyər. Torpağa dəyər verirlər, haqqa dəyər verirlər. Baxırsan ki, dəyər haqqın yolunda fədakarlıq eləməyə. Ümumiyyətlə bir şey nə zaman dəyərə minir? Qurbanlarının hesabına. Bir şeyin dəyərli olduğu nə zaman aydınlaşır? Bir şey kağız üzərində yazılsın, onun uğrunda fədakarlıq eləyən olmasın, onun dəyərli olduğu üzə çıxmaz. O zaman dəyərli olduğu üzə çıxır ki, onun uğrunda canlar gedir. Canlar gedəndə başqaları düşünür ki, bu dəyərliymiş. Ona görə Allah şəhidlərə bu qədər qiymət verir. Quran kitabdır, yazılıb qalıb orada. Bu Quran həqiqətləri nə zaman dəyərli olduğu bəlli olur. Əziz canlar bu yolda fəda olanda, deyirsən ki, deməli, bu həqiqət üçün belə insanlar gedirsə dəyər. Kərbəla şəhidləri nə üçün dəyərlidir? Ona görə ki, dinin dəyər olduğunu ifadə elədilər. Bugün bizim şəhidlərimiz də inanın həmin karvanın üzvləridir, o yolun yolçularıdır. İmam Hüseyin karvanına qoşulurlar bir mənalı olaraq. Bu Kərbəla karvanıdır, Kərbəla ordusudur. Bir mənalı olaraq canları çıxan kimi İmam Hüseynin qoynundadılar, İmam Hüseynin qucağındadılar və nə xoş onların halına. Nə xoş onların halına ki, çox faydalı iş görürlər özləri üçün, cəmiyyət üçün. Onlar təkcə torpağı qaytarmırlar, inanın mənə, şəxsiyyətimizi bizə qaytarırlar. Ləyaqətimizi bizə qaytarırlar. Bir millət kimi özümüzü hiss eləməyə başlamışıq. Hiss eləyirik ki, artıq millətik. Əvvəlki onunla tamamlıq kompleksindən çıxırıq yavaş-yavaş. Bu elə belə başa gəlmir, qanlar bahasına başa gəlir.
Şəhidlər şəxsiyyətimizi bizə qaytarır, qürurumuzu bizə qaytarır. Hiss edirik ki, mən neçə illərdir minbərdən bunu deyirdim ki, bu milləti kiçiltməyək, bu millət böyük millətdir. Şərait yaransın, yadınızdadırsa demişdim bu sözü. Öz müdürçliyimdən danışmıram, yəni biz bu həqiqətləri anlayırıq, bilirik. Mən demişdim bir zaman ki, şərait yaransın, görəcəksiniz ki, bu millət nələr eləyəcək, bugün onun şahidi. Bugün o eşitdiklərinə əməl eləyir. İnancını qanı ilə təsdiq eləyir, qəhrəmanlıq. İndi inşallah bu döyüş bitsin, uğurla, qələbə ilə bitsin. Çox xatirələr yazılacaq, danışılacaq, görəcəyik ki, bizim igid oğullarımız hansı şücaətləri göstərdilər. Söhbət təkcə şəhidlərdən getmir və qalanların da heç də hamısı pis deyil. O demək deyil, gedənlər yaxşıdır, qalanlar pis. Allah bəzilərini saxlayır ki, başqa mühüm işlərdə görsünlər xalq üçün. Heç də o demək deyil, şəhidlik kiməsə qisməti olmayıbsa o pis adamdır. Bəli, bəzi zamanlar olur ki, bəzi vaxtlar olur ki, Allah bəzilərini saxlayır. Yenə də xalqa hansısa digər şəkildə xidmət göstərsin. Amma bütün bunlar xatirələrdə yaşayacaq, canlanacaq və biz bir daha özümüzə qayıdırıq. Öz əzəmətli kimliyimizə qayıdırıq. Şəhidlərin qanı hesabına, igidlərimizin qəhrəmanlığı hesabına. Haşiyə çıxdım, amma gərəkli haşiyədir. Şəhidlər qanları ilə bizə həqiqəti yada salırlar, bizim yadımıza salırlar. Şəhidlər bizə o həqiqəti xatırladırlar. Nə qədər çox özümüz yada salsaq, bir o qədər yaxşıdır. Yada salmayanda Allah bəla ilə bizə özünü xatırladır. Bəlalarla xatırladır. Yadınızdadırsa, mənim mövzum budur. Biz zəmanə imamının, İmam Zamanın xatırlanması haqqında danışacaq, zikr haqqında danışacaq. Çox yad eləyək zəmanənin imamını. Çox yada saldıqca sevgimiz ona artacaq. Sonra bilirsiniz artıq necə olur? Birini özü vadar eləyirsən xatırlatmağa, xatırlatdıqca sevirsən, sevəndən sonra da qopa bilmirsən. Elə ki, başladın İmam Zaman ətri verməyə, onda görürsən ki, sənin yanından keçənlər də hiss edir ki, bu başqa adamdır. Bax, şəhidliyə belələri seçilir. Belələri seçilir. Müxtəlif vasitələrlə bizim zəmanəmizin imamını yad eləyək. Sübh namazına oyananda, sübh namazı qılanda arxasınca əhd duası oxuyaq. Əhdimizi hər gün təzələyək. Çox tərbiyyə və əhəmiyyəti olan bir duadır. Yad eləyək, yada salaq. Çünki zikr əqidənin güzgüsüdür. Əqidə nədir? Əqidə nəyisə qəbul eləməkdir. Elədir? Əqidə bir şeyi qəbul etməkdir. Amma bu azdır. Mən filan şeyi qəbul elədim, bu azdır. Filan şeyi sən qəbul edirsən, onu cana oturtmaq, ruha oturtmaq ki, mən doğrudan qəbul edirəm, əsas yolu zikirdir, yad eləməkdir. Qəbul etdiyi çox yad elə, çox düşün barəsində yavaş-yavaş ruhuva hopacaq o qəbul elədiyin şeylər, canva oturacaq. Sən denən nə haqqında düşünürsən, mən deyim əqidə nədir? Əqidə belə deyil, müsahibə verəsən, desən əqidə nədir, deyim tohid, Allah təkdir. Əqidə bu deyil. Əqidə budur ki, bu tohid haqqda nə qədər düşünürsən, nə sənin düşüncə və hakimdirsə, sən o əqidədəsən. Əqidə belə şey deyil, bir dəfə qəbul elədim, bəsdir. Əqidə budur ki, qəbul elədiyin şeylər haqqında düşünəsən, onu çox yad eləyəsən ki, hopsun canıva, sonra desən ki, mən qəbul elədim həqiqətən. Quranda bəzi adamlar haqqında deyir, onlar kafirdir. Məsələn, deyir, dünyanı sevən adamlar kafirdir, baxmayaraq ki, namaz qılır. Çünki daha çox dünya fikrində daxı. Bunun əqidəsi düşündüyü qədərdir, düşündüyünə adekvatdır. Əbu Cəhəl də deyirdi ki, mən inanıram ki, o Peyğəmbərdə o yalandan şu. Demə, Peyğəmbərliyini qəbul edirdi. Qəbul edirdi. Çox adamlar həqiqətləri qəbul edə-edə cəhənnəmə gedəcəklər. Həqiqəti ruha hopdurmaq lazımdır. Onun da yolu onun haqqında düşünmək, onu yad eləməkdir. Gərək zikr proqramı olsun. Axşam biz soruşaq ki, özümüzdən ki, mən bugün nəyin fikrindəydim? Bu önəmlidir. Ölümü qəbul edirsən? Bəli. Ölümü qəbul edir. Hamı qəbul edir.
Amma zikrul mevt deyir hədisdə. Zikrul mevt nə deyən? Ölümü yada salmaq. O təsir edir adama. Ölüm haqqında düşünmək təsir edir, onu yad eləmək təsir edir. Zikir qəbul elədiklərimizi ruhumuza hopturmaq mexanizmidir. Bir şey qəbul elədik, çox düşünəndə başlayırıq inanmağa, yoxsa ki, yox. Allahı qəbul edirsən, bəli. Allahı qəbul edirsənsə 5 namaz qılacaqsan günə. Ne üçün? 5 dəfə ən azı yada salasan, gərək ki, ruhu hopsun. Namaz zikirdir. Dəqiməz salatə li zikri. Namaz qıl, məni yad edəsən. Hədis buyurur ki, mən tərəkəs salah mütəammidən fəqət kəfər. Kim namazı qəsdən tərk eləsə kafir olacaq. Ne üçün? İnanmışdı ya, qəbul elirdi. Amma namaz qılmamaqla inandığını yad eləmədi deyə axırda inkar eləyəcək. Ona görə namazsız qalmayın. Namaz sizə inandığınızı xatırladır, düşündürür o haqqında, onun haqqında düşünürsünüz. Axşam yatmamışdan qabaq təkcə əməlləri incələməyək, mən namaz qıldım. Deyək ki, mən bu nəyin fikrindəydim? Bax, çox mühüm məsələdir. Şəxsiyyətin odur, inandığın odur. Nəyin fikrindəsənsə inandığın odur. Gün ərzində fikrim, zikrim nə idi? Nə haqda düşünürdüm? Məhəbbətdən dən vurmaqla düzələn şey deyil. Sevdiyi gərək yad eləyəsən. Bir zikir məclisləri cənnət bağlarından bir bağdır. Cümə günləri məhrum olmuşuq cümə namazından. Buyurur ki, fəs'av ilə zikrillah. Namaza demir, Allahı yad etməyə tələsin. Cümə namazı nədir? Cəmaat bir yerə gəlir, zikir məclisi təşkil edir. Peyğəmbər buyurur ki, o cənnət bağlarından bir bağdır. Zikir məclisi, hamı 5-10 nəfər toplaşır, Allahı yada salır, biri danışır, hamısı dinləyir ya, zikir deyirlər. Əzadarlıq məclisi də elə, Allahın cənnət bağlarından bir bağdır. Çünki Allahın zikri var orada. Ona görə adamın ruhu dincəlir o məclislərdə. Və zikrin mövzularından biri Əhl-i Beytdir. Ən çox yad eləməli olduğumuz mövzulardan biri Əhl-i Beytdir. Hansısa münasibətlərdə yox, mövludda, şəhadətdə, aşurada yox, hər gün. İmam Rıza aleyhissalam buyurur ki, namaz vaxtı, hər namazdan əvvəl Allahı, Peyğəmbəri və imamlardan birini yada salın. Ariflərdən bəzisi deyir ki, namazdan qabaq deyin, Əssalamu aleykə ya Əbu Abdillah, təkbir deyin. Təkbirlə namaza daxil olun. Bilirsiniz niyə görə? Çünki Allahı yad eləməyi asanlaşdırır. Axı, Allahı təsəvvür eləmək mümkün deyil, mücərrətdir. Xəyaldan təsəvvürün fövqündədir. Allah bunları ona görə qərar verib insanların içindən seçib ki, onlar vasitə olsunlar. Allahı birbaşa zikr eləmək çətin olduqda, bunlar Allahın vəchidir, vəchullahdır. Vəchullah, Allahın yəni zuhur elədiyi məqam. Amma bizi ilə ortaqlıqları var, axı insandılar. Onları yad eləmək asandır. Ona görə də onları yad eləyək, yada salaq. Hər gün yad eləyək. Ayətullah Behçət Arif idi də, deyirdi ki, sənin sözün öz qulağına çatmamış İmam Zamanın qulağına çatır. Səsin bir surəti var da, bəzi şey var ki, görürsən ki, özü səsini qabaqlayır. Səsi gezişir. Deyir ki, səsin surəti nə qədərdir? Məsələn, ağızdan çıxıb qulağa çatana qədər. Deyir, imam sizə o qədər yaxındır ki, siz hələ özünüz öz duavınızı eşitməmiş, zikrinizi eşitməmiş, o eşidir. O eşidir, onun ürəyi sizlə döyünür. Ürəyi sizlə döyünür. Allah onu insanlardan seçir. Onları yad eləyək, İmam Zamanı yad eləyək ki, Allahı yad eləmək asan olsun. Yoxsa deyir, namazda necə eləyim, diqqət eləyim. Namazda diqqət alınmayacaq. İmamdan başla, imamın zikrindən başla. Allahın vəlisi ilə əlaqə yarat. Necə əlaqə yarat? Hər bir işi o ilə əlaqələndir. Birinə küçədə sədəqə verirsən, dinən ki, sənin zuhurun yaxınlaşması üçün eləyirəm. Bir gün gələcək ki, bu yoxsullardan biri tapılmayacaq, mən ona sədəqə verim. Birinə bir xidmət eləyəndə, mən əskərlər də məni arada eşidir, tövsiyə eləmişəm, demişəm ki, hər bir döyüşdə, hər bir anınızı İmam Zaman zikri ilə eləyin. Deyin ki, biz dünyanı küfürdən, zülümdən təmizləyirik, onun yolunu açmaq üçün. Bizim savaşımız bu qədər qlobal savaşdır. Bunu bir milli məsələ kimi də mən qəbul eləmirəm. Bunlar bizim düşmənimiz olduğuna görə yox. Günü-gündən onların həyasız simasını görürsünüz. Onlar insanlıq düşmənidir, bəşəriyyət düşmənidir. Onlar gəlir, deyir ki, Şuşa deyir, ermənilərin döyünən qəlbidir. Görün, həyasızlığın həddinə baxın. Bunlar heç bir norma, prinsip qəbul eləməyən rəzil məxluqlardır ki, bunlar
bəşəriyyətə düşməndir və bizim əskərimiz bəşəriyyətin boynuna haqq qoyur. Mən əminliklə deyirəm ki, yolu təmizləməklə İmam Zamanın yolunu açır, İmam Zamanın zuhuruna zəmin yaradır. Əskər bu düşüncə ilə meydana girəndə əzmi daha çox olur, şücaəti daha çox göstərir. Bunlar Ənsarullahdır, Allahın yardımçılarıdır bizim əskərlərimiz. İmam Zamanın əskərləridir, İmam Zamanın səhabələridir, ona dəstək verən insanlardır. Bunu tam məsuliyyətlə mən deyirəm. Ona görə də aparıb ona bağlayanda, imama bağlayanda hər bir işdə adam qüdrət tapır. Ordunun da qüdrəti təkcə texnik təminatında deyil. Orduya ruh lazımdır. Şükür Allaha bu ruh bizim orduda var. O ruhu böyütmək üçün bütün hərəkətləri qüdrət mənbəyi olan Allaha və onun vəlisinə bağlamaq lazımdır. İmama bağlamaq lazımdır. Allah onları seçir, izin verir ki, bizə şəfaət eləsinlər. Onlar, inanın mənə, Allah şahiddir bu sözlərimin doğruluğuna, günahkar axtarırlar bizim aramızda. Biz bilmirik imamın işinin adını. İmam yəni nə işlə məşğuldur? İmam neyinir indi, funksiyası nədir? Bir neçə işi var, bir də budur ki, günahkarların əlindən tutub Allahla barışdırmaq işlərinin adı budur. Axtarırlar bizim əməllərimizdə ki, bu günahkardır, gedim ağız açın, bağışlansın. Allah'a tərəf aparsınlar. İnsanlar var ki, Allah onlara qəzəb eləyir, imam dua eləyir, Allah onları bağışlayır. Elə hamımız beləyik. İmamın duası ilə bağışlanır. Bunlar qaydalardır. Ona görürlər, istiğfarla yanaşı həmişə salavat da deyin. Bu zikirləri deyin ki, Əhl-i Beyt sizə kömək eləyə bilsin, əl-üzdən tuta bilsin. Sənə kömək eləmək istəyir, sadəcə bir dənə çağırmağın lazımdır. Çağır dadıva çatsın. Çağır sənin dadıva çatsın. Onların sevgisi çox şiddətlidir bizə. Çox şiddətlidir. Allah göndərib onları ki, ged bunları mənə tərəf gətir. Onların funksiyası bundan ibarətdir. O qədər bizi sevirlər ki, qiyamətdə bəhanə qoymurlar bizə. Qiyamət günü bizə deyəcəklər ki, sizi sevən belə adamlar vardı, niyə istifadə eləmədiniz? Bunlar axı sizi canlarından çox sevirdilər, sizin uğrunuzda hər şeyini verməyə hazır idilər. Bu qədər sizə sevgisi olan insanlara tərəf niyə üçün getmədiniz? Niyə onlara tərəf? Bir dənə çağırmağınız lazımdır, niyə çağırmadınız? Bütün peyğəmbərlər bizim peyğəmbərimizin sevgisi ilə yaşayıb, hədislərdə var. Hamısı onun xəyalı ilə yaşayıb. İşləri ona görə böyük olub ki, ona müqəddimə hazırlayıblar. Züleyxa haqqında mən hədisdə oxumuşam, deyir Züleyxa sonradan tövbə eləyir və Həzrəti Yusifə qovuşur. Həzrəti Yusif deyir, axı sən niyə görə mənə bu qədər eşqün, məhəbbətin var idi? Deyir, sənin əxlaqın, davranışın, zahirin, batinin məni cəzb eləyirdi. Ondan sonra deyir ki, amma sonuncu peyğəmbəri görsəydin, məni də unudardın. Züleyxaya deyir. Züleyxa deyir ki, hə, düz deyirsən, o çox gözəldir. Deyir, axı, hardan bildim, mən dedim, sən dedirsən, düz deyirsən. Dedi, sən onun adını çəkdin, onun məhəbbət ürəyimə daxil oldu. Mələk gəlir, vəh mələk, deyir ki, Yusif Züleyxa düz deyir. Həqiqətən də ürəyi peyğəmbərə istəklə, sevgi ilə, məhəbbətlə doldu. Görməmiş aşıq oldu peyğəmbərə. Biz onun ümmətiyik. Mən hədislərdə görmüşəm ki, peyğəmbərlər həsrət çəkib ki, kaş onun ümmətindən olardıq. Özündən yox, ümmətindən. Onun ümmətindən olardıq. Biz onun ümmətiyik. Amma biz bəhrələnmirik ondan. Biz ondan istifadə edə bilmirik. Pis mənada yox, müsbət mənada bəhrələnməkdən söhbət gedir. Biz inansaq ki, İmam Zaman adımızla bizi tanıyır. İmamlar neçə dəfə deyib ki, biz sizi ümumi dua eləmirik. Deyirik, filan kəsin çətinliyi var, onu həll elə. Adam imam tanımayanda deyir, əşi, bu milyonlarla insanı bunlar necə tanıdılar? Başa düşmür ki, imam böyük bir ruhdur. İmam valideynidir bəşəriyyətin. Onun ruhuna hamı sığışır və o ruhu onun eyni zamanda yüzlərlə insan üçün dua eləyə bilir. İmamət mərifəti bu deməkdir. Və deyir, biz başa düşmürük, biz ümumiyyətlə anlaya bilmirik ki, onlar tək-tək bizim halımıza, əhvalımıza yanır, dua eləyir, bizimlə məşğul olurlar. Fikri bizim yanımızdadır. Fikri bizim yanımızdadır. Həssas günlərdə hamımız çox dua eləyirik. Mən sözümü bitirirəm. Mən istəyərdim ki, daha çox bu günlərdə İmam Zamana təvəssül eləyək. Çünki zamanəmizin imamı odur. Zamanımızın imamı odur. Onun fikri bizim yanımızdadır, mən buna əminəm. Mümkün deyil ki, onu sevənlər burada belə bir
döyüşün içində olsun və onun fikri burada olmasın. Onun duaları bizləndir. Özü deyir ki, mən sizi dua eləməsəydim, düşmənləri sizi həlak eləyərdi. Biz bilmirik onun haqqı nə qədərdir bizim ordumuzun boynunda, bizim boynumuzda. Bugün ona çox təvəssül eləyək, onu çox çağıraq, evimizdə əskərlərimizə tövsiyə eləyək ki, onu çox dəvət eləyək, çox çağıraq, çox təvəssül eləyək. Onun köməyi misilsizdir, onun yardımı, duası misilsizdir. Biz də Peyğəmbərimizi görmədən sevmişik, biz də imamımızı görmədən sevmişik. Onun barəsində eşidib ona aşıq olmuşuq. Peyğəmbər bir gün Kəbənin divarından yapışdı, ağlaya-ağlaya dedi ki, ilahi, qiyamət günü qardaşlarımı mənlə görüşdür. Səhabələr dedi ki, yəqin bizi nəzərdə tutur. Biri gəldi, soruşdu, səhv eləmirəmsə Salman soruşdu. Dedi ki, ya Rəsulallah, qardaşlarımı qiyamətdə mənlə görüşdür deyəndə biz səhabələri nəzərdə tutursunuz. Buyurdu, xeyr, siz mənim səhabələrim, silahdaşlarımsınız. Mənim qardaşlarım axirət zamanda yaşayacaq. Onlar məni görmədən mənə iman gətirənlərdir. Ağ vərəqin üzərindən qara yazını oxuyub, yəni kitablardan, hədislərdən məni tanıyanlardır. Onlar mənim qardaşlarımdır. Xoş bizim halımıza ki, biz də o dəstəyə aidik, görmədən sevmişik. Amma bir dənə qalır ki, onlara çox diqqət eləyək, çox yad eləyək. Niyə biz bunları yad etmirik? Şeytanın ən böyük toru hiləsi budur. Niyə diqqət eləmirik? İmam Zamanı görməsəydə bizimlə yaşayır, bir havadan nəfəs alır. Allah onları qərar verir ki, biz onlarla gedək. Onlarla gedək, nə də onları çağıraq, yad eləyək, əhduası oxuyaq, 2 rükət namaz hədiyyə eləyək, onun haqqında düşünək. Bir dənə sadə misal deyim. Elə biri piyada neçə 100 kilometr yol getmək istəyir. Neçə 1000 kilometr yolu. Bir qısa müddətdə özdə. Məsələn, deyək, bir günə 1000 kilometr, 10.000 kilometr, məsələn deyirəm, yol getmək istəyir. Gedir, birdən də bir sürətli maşın gəlir, yanında saxlayır, deyir, gəl aparım. Bu itina eləmir onu, deyir, özüm gedəcəm. Bizim vəziyyətimiz buna bənzəyir. Bu elə bir yoldur ki, bunu tək başına getmək çətindir, yox, mümkünsüzdür. Vasitəni qoyub ki, yox, mən öz başıma gedəcəm, mümkünsüzdür. Mümkünsüzdür. Həmin o sürətli mini ilə gələn də məsumdur, deyir, gəl otur, aparım, tez çatdıracam səni. Çox böyük sürətlə, təyyarə sürəti ilə gedib ona yaxınlaşmırıq. Biz tək başına qalsa biz bu yolu gedə bilməyəcəyik, bu yolda biz yarımçıq qalacaq, məqsədə çata bilməyəcəyik. Adı çəkiləndə əgər ürəyimiz titrəmirsə biz zəif adamıq, imanımız zəifdir. İmanın ən böyük əlaməti bundan ibarətdir ki, imam adı yanında çəkiləndə ürəyində bir həyəcan yaransın. Züleyxa, gördünüz ki, Həzrəti Yusuf haqqında danışdım. Deyib, Peyğəmbərin adı gələndə ürəyi titrədi. Biz isə imamla bir zamanda yaşayırıq. İmanın əlaməti budur.